Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadlı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində xalqı zəfərə aparan lider mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəli sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Xalqı zəfərə aparan lider mövzusunda video çarx nümayiş olunub. Konfransı Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov giriş nitqi ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan xalqını tarixi zəfərə aparan yol, Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə sıx bağlıdır. Konfransda çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev bildirib ki, Azərbaycan xalqının zəfər salnaməsi Prezident İlham Əliyevin liderliyi ilə yazılıb. Dövlət başçısının strateji düşüncəsi, qətiyyəti və milli maraqlara söykənən siyasəti ölkəmizi tarixi qələbəyə aparan əsas amillərdən olub. Konfransda çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Xoşqədəm Aliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfər Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub. Digər çıxış edənlər qeyd ediblər ki, bugün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bugün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib. Şəmstan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.